Hər kəsə salam. Bugünkü videomuzda VPS nədir, VDS nədir, öz şəxsi serverimiz varsa, ümumiyyətlə server nədir, öz şəxsi serverimiz varsa bunu harda quraşdıra bilərik Azərbaycanda işıqsız, işıq getmədən, internet getmədən, bir problem yaşamadan bunun haqqında biraz ətraflı danışacağıq. Deməli, ilk öncə server nədir? Bizim proqramlarımız olsun və ya da ki, bu internet deməyim də, saytlarımız olsun, mobil aplikasiyalarımız olsun, yəni istənilən hər bir şey olsun, məlumatlarımız olsun, hamısının harda saxlanılır? Serverlərdə saxlanılır. Serverlər ümumiyyətcə iki yerə bölünür. Ən geniş yayılmışını deyirəm. VPS, bir də VDS-dir. VPS nədir? İlk öncə ondan danışım. VPS ilk öncə onu deyim ki, VDS-ə baxanda ucuz olur. VPS-in mənası Virtual Private Serverdir. VDS də Virtual Dedicated Serverdir. Burada görə bilərsiniz, bizim bir dənə serverimiz var, fiziki serverimiz. Bizdə nə olur? Burada paylaşılan olur. Söhbət buradadır məsələn. Bizim burada hal-hazırda məsələn 4 dənə CPU-muz var deyəlim. Bizim 4 dənə müştərimiz var və ya da ki VPS almaq istəyən satan şirkətində deyək. Nə olur? Bizə buradan bir qismini verir. Gördüyünüz kimi məsələn biz müştəri 4-ük. Bir qismini verir. Üst qism bizə aid olmur. Amma faktiki olaraq bir server var. Onu 4 yerə bölüblər. Paylaşılan serverlərdir. Məsələn burada tutalım ki, bir sürətli internet istifadə eləyir və ya da ki, bir nəsə eləyir. İstər-istəməz onun etdiyi hərəkətlər bizim serverimizə təsir edə bilər. Başa düşdünüz necə deyirəm? Yəni bölünmüş resurslar faktiki olaraq. VDS isə VDS açaq indi. Gördüyünüz kimi bir dənə serverimiz var. Bütün məlumatlarımız burada saxlanılır. Biz bu server tam olaraq bizə aiddir. Paylaşılmır təbii ki, bu tam bizə aiddir. Başqa heç nə təsir etmir. Sabit və güclü resurslardır, ayrılmış resurslardır. Məsələn, burada VPS-də məsələn 1 GB internet portumuz varsa, internet ayırırsa, başqa digər istifadəçilər tutalım ki, bunun yəni 500 megabit istifadə edirsə, istər-istəməz bunun həm bizə çox böyük təsirləri olur. İlk öncə biraz şeydən bəhs eləyək, VPS, VDS qiymətlərindən. Mən bunu istifadə edirəm, yox, bunu. Bunu istifadə edirəm. Contauba da yaxşıdır. Burada məsələn qiymətləri görə bilərik. Cloud VPS məsələn 6 GB 10 gram 5.6 evro. Görək VDS necədir? Gördünüz VDS-in qiyməti avtomatik qalxır. Əlavə olaraq bir məsləhət də verə bilərəm ki, bəzi insanlar bilirsiniz nə var? Buradan dedicated serverə girir, dedicated serverə. Gördüyünüz kimi burada 64 RAM var. 12 dənə Ryzen 9 yoxsa 12X-dir bu. 12 CPU deyil də. Hə, 12 CPU AMD Ryzen 97900 var. Deməli burada tema nədir? Açmaq, yeni başlamaq istəyənlər bu sektora, deməli bunu alırlar. Kalkulyator bir alsaq. Bunu alırlar 64 RAM-da. 64 RAM-ı tutalım ki, hər bir dənə serverə 6 RAM deyək. 6 RAM elə şeydir də, 64 və 6. 10 dənə server çıxır. Təsəvvür edirsiniz, yəni 12 dənə hətta bu 12 dənə server çıxır. 12 dənə server gəlirlər, bunları nağarırlar. Baxın 6 RAM, 8 6 RAM. Gördüyünüz kimi buradakı qiymətə satırlar. Məsələn siz yeni başlamaq istəyirsinizsə, tutalım ki, VPS, VDS satmağa. Buradan gəlib alırsınız. Məsələn 12 yerə bölürsünüz. 12 yerə böldünüzmü? Tutalım ki, Azərbaycanda bu sektor aşağıdır. Gəlirsiniz məsələn 10 evrodan bir dənəsini satırsınız. Tutalım ki, ya da 5 evrodan. İndi necə bir şey eləyəcəyinizə baxır da. Satırsınız, nə olur? 10 evrodan satsaq 12 dənəsini neçə eləyir? 120 evro. İşte avtomatik qabağa düşürsünüz. Sadəcə bunun indi tam bu yaxşı deyil. Bu dedicated serverdə bu biraz bahalıdır. Bunun ucuz versiyalarında yəni tapmaq olar. Yəni internetdə həddindən artıq VPS şirkəti var. Ümumiyyətlə bu sahə biraz doludur da, necə deyim. Bu sahə çox toxdur da. Yəni siz bu dəqiqə şirkət açsanız və ya da ki belə bir şey girişsəniz, sizin üçün çətin olacaq. Həddindən artıq necə deyim, toxdur. Deməli, bir də var ki, yəni kameranı açım özümə. Bir də var ki, öz serveriniz var. Məsələn, fiziki serveriniz var. Onu siz Azərbaycanda nağarmaq istəyirsiniz, qoymaq istəyirsiniz bir yerə. Məsələn, evinizə qoyursanız tutalım ki, evinizdə tutalım ki, lap sürətli internetiniz var da. Birdən məsələn nəsə oldu, internet getdi və ya da ki, necə deyim, işıqlar söndü, nəmi, hər şey ola bilər də yəni. Burada nə olur? Sizin probleminiz olur, problem olur. Müştərilərinizin problemi olur.
hər bir şeyə problem olur. Ona görə məsələn bu dəqiqə ona görə dünyanın hər yerində yəni bu serverlər tier 3 gedir, tier 4 gedir, tier 2 gedir. Tier 2 demək olar ki, istifadə edənlər var, olmağına sadəcə zəifdir security tərəfdən. Məsələn, Amazona serverdən yaxınlıqca İran vurmuşdu. Belə şeylər də var. Məsələn, tier 5 bilmirəm var ya yox. Onlar vəbşi şey olmalıdır, müdafiə olmalıdır. Elə şey olmalıdır ki, məsələn, GPS-dən gizli göstərsin ki, serverin yeri, buranı vura bilməsinlər. Yəni belə bir şeylər var. Məsələn, indi çox uzatmadan biraz şeyimizə davam edeyim. Məsələn, siz indi serveriniz var, fiziki serveriniz, onu Azərbaycanda qoymaq istəyirsiniz. Bunun yəni çox yerləri var. Məsələn, Azər Connect Vizdə tier 4 var, tier 3 var yəni ki. Tier 3 ən çoxudur, tier 4 bir dənə deyəsən Azər Connect-dədir, səhv etmirəmsə. Gəlirsiniz məsələn bura. İndi bunların qiymətini dəqiq bilmirəm. Yəni bunlarla əlaqəyə keçib onlarla danışa bilərsiniz ki, məsələn, collocation serveri varmı? Bunun adı collocation serverdir. Özünə yəni öz serverin var, gedirsən qoyursan orada. Delta Telekom var Azərbaycanda. Gördüyünüz kimi aylıq burada qiymətləri var. 1 rak, 1 kilovatın qiymətləri var. Server cooling enerji var. 18% şey. Ethernetdəki 1 gigabit. Bir də ki data center az var. Bunun da qiymətləri belədir. Ortalama yəni məncə aylıq 130 manat, 140 manat belə eləyir də, yəni öz serverinizi gedib qoysanız, yerləşdirsanız ora. Məsələn siz yeni başlayırsınız bu işə falan filan. Ümumiyyətcə bu haqqda məlumat vermək istədim ki, yəni bilin VPS nədir, VDS nədir, collocation server nədir, serverlər harda saxlanılır. Ümumiyyətcə məsələn yeni başlayırsınızsa bu işə VPS, VDS-in biraz məntiqli öyrənin ki, bunlar necə işləyir, necə bölünür falan filan. Əgər öz serverinizi qoşmaq istəsəz, yəni Azərbaycanda collocation server eləyənlər yəni çoxdur. Gedirsiniz, deyirsiniz ki, mən collocation serverdən yararlanmaq istəyirəm. Öz şəxsi serverim var məsələn. Tutam ki 10 dənə IP istəyirəm, bu qədər internet istəyirəm. Nə qədərdir? Yəni ortalama 140, 150, 200 manat belə fikirləşirəm mən yəni ki. Bunda məsələn siz yeni başlayırsınızsa bu işə, məsələn məsləhət görmürəm. Çünki məsələn sizin əlinizdə normal bir server olmalıdır ki, qoyasınız ora, normal pul qazanasınız da, bildiniz necə. Yəni bu videomuz bu qədər olacaq. Yəni biraz məlumat verici video oldu. Başqa əlavə suallarınız varsa buyurub şərh bölməsindən yaza bilərsiniz. İcmamıza qoşulmaq istəyirsinizsə şirinlik.com/elsevərvüsual yazaraq icmamıza qoşula bilərsiniz. Hələlik sağ olun, salamat qalın.